Bəzən bir hadisə olur və sən nə qədər oxusan da, nə qədər dinləsən də, nə qədər baxsan da, içində həmin hadisə ilə bağlı suallar qalır. Burada nəsə çatmır. Bugün sizi Kürdəmir rayonunun Şüşün kəndinə aparırıq. Sakit, kiçik bir kəndə və bir gecəyə, o gecə ki, 2 ölümün sığdığı bir gecə idi. 2020-ci il fevralın 22-si səhər açılır, hər şey adi görünür. Ta ki, evin həyətindəki quyuya baxılana qədər. Evin sahibəsi həyətdə gəzərkən təxminən 1 metrlik su quyusunun içində bir cüt insan ayağı görür. Kimsə başı aşağı su quyusunun içində idi. Qadın qorxaraq evə qaçır və həyat yoldaşına deyir ki, kimsə həyətimizdəki quyuya düşüb. Ər-arvad quyunun yanına qayıdırlar. Onlar düşünür ki, yoldan ötən kimsə hansısa məqsədlə onların həyətinə girib və bu zaman quyudan xəbərsiz olub ora düşüb. Beləcə quyunun içində olan insan ayaqlarından yapışaraq sudan dartıb çıxarırlar. Quyudan çıxan insan başqası yox, onların doğmaca gəlinləri Leyla Cəfərov idi. Onlar isə Leylanın yuxarıda evdə yatdığını düşünürdülər. Qaynananın sözlərinə görə o dərhal gəlinə süni nəfəs verməyə çalışır. Lakin quyudan çıxan artıq Leylanın özü yox, cəsədi idi. 1998-ci il təvəllüdlü Leyla Cəfərova artıq canını tapşırmışdı. Bu sözlər evin sahibəsi Leylanın qaynanasına məxsusdur. Cəfərova Leyla Cavanşir qızı ana idi. Yaş yarımlıq uşağın anası. Buz kimi sudan çıxarılan cansız bədəni hələ qurumamış evdə daha bir faciə üzə çıxır. Leylanın oğlu Hilal. Yaş yarımlıq Hilalın meyidi isə evdə tapılır. Ana quyudadır, körpə evdə. Və məhz bu məqamdan sonra istintaq üçün suallar yaranmağa başlayır. Bir ailə, bir gecə, 2 ölüm. Hadisə ilə bağlı Kürdəmir prokurorluğunda cinayət işi açılır. Hüquq mühafizə orqanları bildirir ki, ana və uşağın bədənində zorakı ölüm əlamətləri aşkarlanmayıb. Bu cümlə ilk baxışdan çox şey izah edir kimi görünür. Amma diqqətlə baxanda Leyla Cəfərovanın əlində kiçik bir kəsik izi aşkar olunmuşdu. Kriminoloqlar bildirirlər ki, bu kəsik ölümcül deyil. Yəni, Leylanın ölümünə bu kəsik səbəb olmayıb. Bəs sual yaranır. Bu kəsik nə vaxt olmuşdu, niyə baş vermişdi? Hadisədən əvvəlmi, yoxsa quyuya düşdüyü anmı? İstintaqçılar quyunu qurudurlar və dibində bir detal tapılır. Vinil plastik parçası. Ehtimallardan biri budur ki, Leyla quyuya yıxılarkən əlini bu materiala vuraraq zədələyib, yəni kəsib. Bu, rəsmi ehtimallardan biridir. Amma yenə də yalnız ehtimal olaraq qalır. Çünki burada başqa sual doğur. Əgər bu bədbəxt hadisə idisə, Leyla gecə vaxtı yaxud da sübh tezdən niyə quyuya yaxınlaşmışdı? Həm də körpəsini evdə tək qoyaraq. Görəsən o körpəsindən ayrılanda balaca hələ yaşayırdımı? Bəlkə o körpəsinin öldüyünü gördükdən sonra intihar etmişdi. Bəlkə onu da, körpəsini də kimsə öldürüb və izi də beləcə itirmişdi. Hüquq mühafizə orqanları bildirir ki, qətl ehtimalı istisna olunmur. Bu cümlə adətən boş yerə işlədilmir. Ancaq bununla yanaşı Şüşün kəndində baş vermiş bu faciə ilə bağlı heç kim həbs olunmadı. Heç kimə ittiham irəli sürülmədi. Amma ehtimal masada qalmaqdadır. Çünki faktlar tam üst-üstə düşmür. Ana və uşağın ölümü eyni gecədə baş verib, amma fərqli yerlərdə. Bu istintaq üçün həmişə həssas məqam sayılır. Leyla Cəfərovanın həyat yoldaşı Orxan Qəmbərov. Bu obraz öncə hamının diqqətini çəkir. Çünki belə halların qətl olduğu bilinəndə qətlin altına adətən həyat yoldaşları çıxır. Ancaq onun ilkin ifadəsi qısadır. Deyir ki, hadisə zamanı o yatıb, heç nə eşitməyib, heç nə görməyib, onu yuxudan oyadaraq həyat yoldaşı və uşağının öldüyünü bildiriblər. O vurğulayır ki, adətən Leyla səhər tezdən durarmış, yemək hazırlayarmış, sonra isə onu oyadarmış. Bu dəfə isə onu yuxudan
faciə xəbəri oyadır. Bu detal istintaq üçün nə deməkdir? Hələlik sadəcə qeyd. Hələlik deyirik, amma hadisənin üzərindən artıq 5 il keçib. Leyla və Orxan əmi uşaqlarıdır. 4 il əvvəl evləniblər. Qonşular deyir ki, ailədə münaqişə olmayıb. Sakit, problemsiz bir ailə kimi tanınıblar. Bu cür ifadələr bəzən şübhələri azaldır. Bəzən isə tam əksinə sualları artırır. Çünki ən səssiz evlərin ən ağır sirləri olur. Bu da ehtimaldır, fakt deyil. Hilal, yaş yarımlıq uşaq. Məlum idi ki, o bir müddət əvvəl bağırsaq keçməzliyindən əziyyət çəkib və əməliyyat olunub. Son aylarda özünü yaxşı hiss etdiyi qeyd olunur. Kənd sakinlərinin dediyinə görə hətta ölümündən cəmi bir gün əvvəl babası ilə evin yaxınlığında topla oynayırmış. Bu fakt istintaq üçün önəmlidir. Çünki uşaq ağır vəziyyətdə olmayıb. Bəs onda nə baş verib ki, bir gecə ərzində uşaq dünyasını dəyişib? Bu suala cavab yalnız tibbi ekspertizanın nəticəsindən sonra verilə bilərdi ki, tibbi ekspertiza da artıq keçirilib. Lakin internet resurslarında həmin işin ekspertiza nəticələri ilə bağlı məlumat tapmadıq. Ana və uşağın yumşaq toxumalarından və qanından nümunələr götürülür. Materiallar məhkəmə tibbi ekspertiza və patoloji anatomiya laboratoriyaya göndərilir. Məhz nəticələr ölümün dəqiq səbəbini, ölüm vaxtını və mümkün qədər kənar təsirin olub-olmamasını ortaya çıxara bilən yeganə fenomendir. Bu işdəki son söz ekspertiza olmalıydı. Bu bədbəxt hadisədirmi, yoxsa iki ölüm arasında görünməyən bir bağ var? Hələlik cavab yoxdur. Şüşün kəndində bir gecə yaşandı və o gecənin sabahı hələ də açılmır. Həmin gecənin zülməti bu gün də aydınlığa çıxmır. Quyu, ora düşən hər şey sanki yoxa çıxır. Amma izsiz də getmir. Səs batır, zaman dayanır, həqiqət gecikir. Şüşün kəndində də quyu danışmır. Amma susqunluğu ilə da suallar verməkdədir. Əgər bu bədbəxt hadisə idisə, niyə gecə? Əgər təsadüf idisə, niyə eyni gecədə iki ölüm? Əgər hər şey aydındırsa, niyə hələ də dəqiq cavablar yoxdur? Quyu ona ittiham olunur, nə də bəraət alır. Sadəcə oradadır. Sanki hər şeyi görüb, amma danışmaq istəmir. Bəlkə də bu hadisəni ağır edən məhz budur. Həqiqət hardasa var, amma səsi bizə çatmır. Quyunun dibindədir. Salamat qalın. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqət istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz.